harda qaldı axı bu? Ay qaqaş, elə döyür, başıfa dönərəm sən, elə döyür. Başa düşürsən qardaşım, elə döyür. Get administratoru çağır bura. İttaqqa. Çağır da administratoru, hanı administrator? Kemal, nəsə olub? Bir dənə bağışla. Buyurun müəllim. Sənsə administrator. Bəli mənəm. 10 dəqiqə belə deyən bilərsən. Hə, yox. Mənim qardaşım, mən burada oturmaq istəyirəm. Mən burada otursam, müştərilərə problem olmaz, balans etməz, tərəzi qırılmaz qardaşım. Yox, təbii ki, Rəvs adın istəyir, ələşə bilərsiniz. Sən də qardaşıma diqqətlə bax, gör məndə bir dənə çepə görürsən. Bir dənə çepə var üzdə, bədənində, bir dənə çepə var gör. Belə yoxdur. O İngil var, saçınız tökülü var. Tökülməyib, özüm tökdürmüşəm. Belə lazımdır. Heç olmasa bir dənə qüsur olsun da qardaşında. Bu qədər şirinliyin içində mənim saçımda olsa, gərək evdən bayıra çıxmayayım. Başa düşdün qardaş valla? Bildin mən. Gördün? Balans etdi. Gördün? Qaqaş saxlayanmadı, özün yıxıldı. Bir dəqiqə deyə obyektdəyəm. Gördük müəllim, gördük. Siz keçin əyləşin, nəsə bir problem olsa biz xəbər edərik. Kemal, biz səninlə heç görüşmədik. Nə oldu? Neynirsən? Günəşi salamlayırdım. 10 il qabaq necə edinsə, elə də qalmısan. Əyləş. Danış görüm necəsən, neynirsən? Kemal, yaxşısan? Kemal, buradasan? Tapdın! Nəyi tapdın? Füzuli, heyrət eybüt, surətin gördükdə lal eylər məni, surəti halın görən, surət xəyal eylər məni. Qəzəldə nə demək istəyirmiş? Nə bilim, bilmirəm. Hardan biləsən? Sənə deyir də. Heç dəyişməmisən, hə? Bax, niyə dəyişim? Mən dəyişsəm, xalalar qızlarına kimi şəkil göstərəcək, hə? Bax, qaqaşlar deyib bərbərxanaya girib, kimi şəkil göstərəcək, daha deyib, mənim saçımı belə qır. Mən şəhərə çıxmıram ki, mən şəhərə çıxan kimi avariyalar olur. Zaman mənə baxıb, ağzına ayrı yercillər divara. Sən 2 il dedin ki, gələcəm, gəlib çıxmadın. Axır ki, indi gəlib çıxdın. Bir də sən demişdin ki, bir ixtira ilə bağlı Yaponiyaya gedəcəksən. Nə oldu o söhbətin axırı? Cücəni payızda sayarlar aparatını deyirsən. Amma başımı buraxdım mən. İndi sözünü balla kəsən qayçı ixtirasının üzərində işləyirik. Görək nə olur da, indi işləyirik də. Bunu sənə Yaponiyadan gətirmişəm. Ay, mən çox sevirəm bu şokoladı. Çox sağ ol. Sən nə edirsən, nə edirsən? İşləyirsən, eləyirsən. Yenə dil öyrənirəm. Elə bu restoranın yanında kurs var, orada fransız dilini öyrənirəm. Reyhan, səndən bir şey soruşacağam, amma mənə düzgün dinlə. Bax, nə varsa onu dinlə. Aha. Yaxşı, bir sənə mənə yalanlardan aram yox. Sən atonla anon, sən olmamışdan qabaq sahibsiz heyvanlara sahiblənə bilər. Xəstə adamların əməliyyat xərclərini çəkiblər. Yaşlı adamların əlindən tutub yol keçirdiblər. Antarktidada tərsinə çevrilən pinqvinləri ayağa qaldırıblar. Məmməd Arazın şeirindəki silahları əridib Martin sobasına atıblar. Onlar nə ediblər ki, sənə kimi gözəl qızları dünyaya gəlir. Mən də ciddi qulaq asıram. Bəsdir də, yalan demə. Özdə mən biraz dəyişmişəm. Nə dəyişsə də sənə qarşı hisslərim dəyişmir. Kemal. Salam, xoş gəlmisiniz. Buyurun, sifarişlərinizi verə bilərsiniz. O qaqaş mənə görə durdu getdən. Dözmədən, ürəyi dözmədi getdən. Ağını get, saxlar ilə getməsin. 5 dəqiqə dururam mən. Yaxşı, deyərəm. Siz sifarişlərinizi verin. Zəhmət olmasa mənə. Latte, 2 şəkərli. Unutmamısan, hə? Unutmaq olar. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları. Kimdi? Alim dayı, mənəm Şirin. Parol deyilən? Parol, senden çocuğum olsun istiyorum. Gözleri senin gibi baksın. Görenlerin içini yaksın.
Bakışların Özü sözü bir aynı benim gibi. biraz deli tıpkı senin gibi. Yara yaxşı da. Bayaqdan mən parodime soxdurursan. Qıraqdan baxa nə deyəcək? Deyəcək bunlar duet ortağıdırlar. Hə. Yaxşı, boş danışma. İkinci parola deyinə açırım qapını. İkinci. Gün açılanda yaz olur bəh bəh bəh. Gözəldə iş və naz olur bəh bəh bəh. Başlayır. Mənim varımdır. Ara sus yavaş. İzleyen olmadı seni. Ha olmadı ki mən çox apasın adamım. Adam pırrınca. Halim dayı mən. Ne kadar lazımdı? 15 tane mənə gələ. Neşemele gelmiş ha. Gör nə deyirəm ya Halim dayı. Ha. Bu qədər şey nəyə lazımdır? Öyle. Qansız ticaretle tutulur. Ha? Nə bilim. Hansınla? Alim dayı bilirsiniz ha, bu gün Siryozumla, indi açıq deyim də, tanış olan günümüzdür bizim ha. Bu gün də tanış olmuşuq. Bir dənə adıma layiq bir dənə yaxşı bir dənə fikir elə də. Pulun var. Ha, Ha diyemem ha. Sen birinci sınıfa gidende maman gelip Nisye gül götürmüştü. Hele onun pulu çatmıyor ha. hadi sən də götürün o kafesində küftə yedin, o Raşid elə düz də. Ha, ondan başka da bir tane sizin bana borcunuz olmalı diye. Yani harda tutlar diye. Nə hardır? Ha, gel buraya burada. Diye. Borcumuz? Diye. Ve Metiş bir Şirvan. 1995. yıl 17 April. Aa, mənim doğum günümdür bu, hə. Papa yəqin rottuma gül alıb aparıb da, hə, buket alıb aparıb, hə. Ha, atın alınsa mamanın ne adı burada yazılı. Papa istəmir bir də adı hallansın da, nisi dəftərində. Papa idi. Bir dənə adıma layiq bir dənə nəsə elə də, yaxşı bir şey elə də. Hala, yığmağın başını bırak yine. Bir tane hazır var buket daha. Ha, verirsen onun seryoz var. Seryozun senin seryozunu kabul el ya. Alimdə yanılmaz deyirsən. Nəsə bir söz soxdun orada. Ay, bu seriyoz söhbətinə görə sənə bağışlayıram. Ver bir dənə baxım ona görə tələsəm çıxacaq. Bu da hə, hazırı. Yaxşıdır. Ha, yaxşıdır. Ola bilər. Şimdi bu nə qədər yiyir? 80 manat. Nə qədər? Hala 80 verersen bəs el ya. 80? Ha. Ola 80 manat nədir? Amma mən gül mürəbbəsi pişirəndə o qədər rəsxodu çıxmır. Ki, məndə 20-dir. 20 değil. Hala ver. Senin bəxtin gətirdi şirin. Elə məndə daxili kredit var. 20'ni ver elə verir. Daxili? Böyle 20'ni. Orada gələ də verirəm. Hadi 20'ni ver buraya Götür, gelin. götür. Bu senin ilkin ödenişin. Bir üçün danışım, hə. İndi geçək şartlara. Şərtlərə? Ha. Mən Cəbiyev Şirin Şərbət oğlu yol üstü Gülşandan gül götürmeye görə 6 ay 10 manatdan pulu verməyə razıyam. Aha. Alim dayı, niye böyle işin bura deyirəm bunları ye? Hala mənim kreditim belədir də. İstəmirsənsə bu şey geçdi ya. Alim dayı deyirəm, o vaxt heyf dördü. Söyüş qoyurdun ki, nisyan verməyən belə olsun. Elə eləyərdin də. Ha, o ailə daxili kredit idi. Məni bankrot elədi o. Alə daxil kırdı. Ha. Yaxşı, mən getdim. Çox sağ ol, öpürəm. Getdin. Sağ ol. Silyozum gözü, silyozum. Ehtiyatlı. Şirin, yenə kimin evini yıxmağa gedirsən? Hə, Əli dayı, ged özündən danış. 60 ildə bir dənə özübə qız tapıb evlənə bilmədin. Oturdun bu 60 yaşına kimi ancaq Super Mario oynadın. Hara get elə ona oxşayırsan, bir suyu. Bəstələ, ara mən, boğlan. Biz hara gedir? Siryozu ilə görüşməyə. Siryozla görüşə. Bərəkallah. Hə, sən sevgililərin ikinci başdaşı dəyişir, o şey. Mamır basıb oralar. Salamət. Dəqiq istəmirsən? Hə? Bax da məndən təklif eləmək, amma bu çox keyfiyyətliydi. Çox keyfiyyətliydi, ev yox. Nə özün bilərsən, nə dedim düdüm yox. Pencəyə kimi məndə var. Ayaqqabı, düzdür, biri 42-dir, biri 39-dur, amma eyni modeldir. Bildin nətər? Bir də ayaqqabım var, ikisi də sol tay. Lap o şeyə öz qiymətindən də aşağı verərəm. İstəyərsən? Yox, ay doktor. Yaxşı, dərdin nədir, nə olur? Arada qulağım zonqulduyur doktor. Zonqulduyur? Bu zonquldak sözü mənim üçün çox tanış sözdür. Mən özüm Türkiyədə təhsil almışam, tibb universitetini bitirmişəm, ölsəm bağışla fakültəsindəyim. Sənin qulağın zonqulduyur yoxsa nətər? Ay doktor, elə bir ki, arada belə səsküy olur da, elə bir ki, kimsə mahnı oxuyur. Bax, hal-hazırda da elədir. Qulağında sağ sol. Sol. De bəri dur. Yanaşır ya qismət.
Leylir. Ne güzel, ne güzel. Deyirəm qabaqları, ne güzel mahallarımız olub. Fikir versən. Sən xoşbəxt adamsan, Sən xoşbəxt adamsan. Köynə mahallarımız gəzir qulağında. Mənə bax, sən o mənə Bluetooth-la göndərə bilərsən telefonuma. Ay doktor, siz nə danışırsınız? Siz qulaq həkimi deyilsiniz? Mən əslində mədə bağırsaq həkimiyəm. Lap dərinliyinə qalsa. Buradakı mən elə bir ki, hobbimdir. Əslində mədəmdə də problem var. Açığı desəm zon tutmuşdum. Udmuşdun, təbrik edirəm. Həmişə qalib olasan. Mən bir dəfə utdum, amma mənə vermədilər. Mən şey udmuşdum, nədir bu? Sox çəkən var ha, ondan. Getdim yerinə kimi, dedilər, yox, elə belə o reklam xatını göstərmişim. Vermədilər. Onu demirəm, doktor. Gastroskopiya eləmişdim. Əcəb eləmsən. Qaçdı. Nə deyir? Gastroskopiya. Ay çox, mən də getdim o qaroskopa gəzinə yoxlatdırdım özümü. Mənə dedi ki, sən elə bir ki, gələn ayın əvvəlindən uzun yol görsəniş. İndi görək nə bilim, qismət. Onu demirəm, doktor. Nə deyirsən? Mən nə deyirəm, deyirsən onu deyirəm. Yəni, şılanq udmuşdum da, onu deyirəm. Şılanq udmuşdun? Hə. O şılanqdan bizdə də var da, burada var məndə. Bax, bir dəqiqə gözlə. Bir dəqiqə gözlə. Gəl bəri, bir dənə bu ucundan tut. Bir dənə bu ucundan tut. Bunun yarısını ki götürür. Duraya. Ve ailə. Bir də ailə, sən şu yoxdur. Mən bununla səhməyə baxım, yoxlayım sən də bax. Bir dəqiqə ailəmə, Ay doktor, bir dəqiqə dayan, bircə dəqiqə dayan. Belə pis çıxmasın, bəlkə birinci məni yoxlayasınız. Sizdə vəbşi tomografiya olur? Tomografiya bizdə olur, FET-də var. FET-də var, porsu 4 manat. Özə bax, təmiz yağlamışdır buna bax. Buna bax. Patron günə baxan yağı, təmiz yağ. Bununla pişən yeməklər bilsən nə dadlı olur. Qalx, yer düşməsə gözləyərəm də. Qalxmırsan ki. Nə əlaqəsi var bunun? Əşidləri gəl, heç nə olmayacaq. Narahat olma, aç, ailə. Bir dəqiqə, ay nə, Ay bezdim, nə qədər olar, bu bax, burada deyir mənə. Dəqiqdən bilsən gedir ki, mənim deyir, bu şılanqım yoxa çıxır. Bu şılanq iynədir yoxa çıxar, nədir yoxa çıxar. Nə olur? Nə olur Oktay müəllim? Bu, bizim bağın şılanqıdır bu. Səndə nə yazır bu? Yox, mən bununla xəstələrin mədəsini yoxlayıram. Bunu böyle atdım içəri, bura bax, Oktay müəllim, bura bax. Bunun bir tərəfindən baxıram, görürəm nə var, nə yox. Bir dənə ailə, buradan bax, Oktay müəllim, buradan. Ailə. Nə olub? Qılman. Nə olub? Bu şılanqla səni o qədər döyərəm. Nə? O qədər döyərəm. Həkimlər belə baxar ki, bunu baytara mı aparaq, həkimə mi aparaq, hansına aparaq? Özü yığışdır ha. Özü nə oyun çıxarsın? Nə məsələdir bu? Nə şılanq? Bu kimdir? Oktay müəllim, mənim üstümə qışqırma ya. Mən hələ bir adam deyiləm. Pasiyentin yanında mənlə təkiramiz danışırsan. Mən özüm Iğdırda Tibb Universitetinin olacağa çarə yoxdur fakültəsini bitirmişəm. Bəli, mənlə belə danışmaq olmaz. Hadi kurtar, Qılman, bir sən nə var? Axırıncı baxsın, bir də səni burada görməyim ha, davay. Gələn dəfə yığışdır şəlküləvi, burada şey eləmə. Oktay müəllim, ya ailə. Sən kəp telefonu. Bravo, sən həkim deyirsən, sən yaxşımıdır, get pendirimi sat, yağımı sat. Yağ satıram, Oktay müəllim, alan var ki, buna bax, 5.30 da var, 10.40 da var. Yağ verim ki, Qılman, məni məcbur eləmə ki, bu dəqiqə sənin yağımı dəyişdirim, 5000 kilometrdən sonra fırlanıb gələsən ki, yağım ispareyni verim motorda, başa düşdün? bəs yox, motor basbəlöyünü verim. Motor basbəlöyünü üstünə ədiyə at, yorğan at. Hamır var. Ha, hocam, gələm. Nə oldu? Canım vazir olun, qaydanda mən səni burada görmürüm. Bildim Oktay müəllim, narahat olmayın, Oktay. Mənə bax. Sən bir də bəri gəl, bir də ailə. Ay doktor, Bir dənə ay ailə. doktor, bu nədir, yağ nədir, şılanq nədir, ay doktor. Doğrudan heç dəyişməmisən. Əvvəl necə məni güldürürdün, indi də eləsən. Hamını yox, tək sənə qarşı belə. Yadındadır demişdin ki, Yaponiyada bir qızla sevgilisən. Nə oldu o qız? Başım bıraxdım onu. Bu Yaponlarda hakari deyilən bir şey var. Yəni elə bil ki, nəyinsə pikinə çatanda, Harakiri. nə olar? Nəyinsə pikinə çatanda elə ki, özlərinə soxurlar da gördüm. Gördüm bu qız yolu gedir. Məqsəd o hiss edirdim. Xəndərdə axtarırdı eləyirdim. Mən də onun başını bıraxdım. Fikrim sənin yanında qalmışdı. Darıxmışdım bu şokoladın dadı üçün. Kömək eləyim. Başla.
Hələ bu qırıq paltar şifrikasına oxşayan kimdir la? Tiryazımın əlindən tutub. Ayaq saxla bala. Bu insan sənin taleyindən keçib gedib. Taleyin özü deyil. Bunu başa düşəcəksən. Ağrılardan da qaçma. Ağrılar sən müəllimin. Hala geri git hala. Bir kitka yapon maşını oxusan hala. Başı üstə kim deyib? Arxadan qəfil çıxa sözlə ona buna məsləhət verəsin. Kim onu istədiyi? Aha, mama baxdığı seriallarda bezdirməyimiz azmış kimi gəlib bura da çıxmısınız. Hənə baxın, sən həyatda özün neynəmsən ki, mənə də məsləhət versən, hə? Mən traktor şoförüyüm. Mənim 10 dənə traktorum da olsa, mən sədaqət naminə, mənə pul qazandıran ilk New Holland traktorumu hələ də sürürəm. Mən pula pul demirəm bala. Hala, əlibi çək hala, get traktor bir sürü. Batir! Aç qapını! Batir! Naçıqala, bunların bütün səsləri mənim başıma düşdü də. Bir dəqiqə çıxıb, kimin dibindən çıxanları deyəcəm də. Bəxtəri gətirib gəlimdə iş görürəm, yoxsa mən bilirəm nə qarardım. Ədə dayan da, elə qəribə oğlansan ki, sənə lazımdır bu. Mən neynəmişəm ki, hə? Küftəyi araq qatıb vermişəm də. Gör başqa restoranlarda küftəyi araq qatıb cəmaata verirlər. Mən restoran sistemində ilkləri eləyən adamam. Buna bax, bax. Toyuq pitisi bişirirəm. Sən ümumiyyətlə toyuq pitisi bilirsən nə deməkdir? Mən bişirəcəm, reseptini də verəcəm sənə, onu pişirsin, yeyərsən. Məşqal, özdə bunlar deyəsən bizim kafedə zəhərlənməyiblər. Bilsən hardan şübhələndən? Hardan? Bu Dilavər kişi bizə dedi ki, 7 nəfər zəhərləniblər. Bizim də kafedə cəmi 6 nəfər olubdur. Bu nətər olur, mən başa çatmıram. Bizim kafedə belə şeylər çox olur. Sən fikir vermə, işimi gör. Yox, Məşqal, bütün əsəbləşirəm. Mən çıxıb bunları... Getmə. Getməyim deyirsən? Baxma da, deyirəm getmə də, getmə. Sağa görə getmirəm, amma Məşqala. Mənə görə getmək, biraz qapını döyüb çıxıb gedəcəklər. Dedim də sənə də. Deyirəm, keçən səfər bunlar bozbaşdan zəhərlənmişlər, qatıq verdik bunlara. Deyirəm, bəlkə indi qatıqdan zəhərləniblər, bozbaş ürək düzələrlər. Ürəyim üzüldü, ürəyin üzülsün sənin. Deyirəm, fikir vermədə kartoflarını soy. Məşqala, mənim bu dəqiqə bu bıçaqla kartof soyan vaxtım deyil. Bu dəqiqə mən... Dayan da, yaman əsəbləşdirdin məni. Mən səni 20 yanvardan 144 manat 75 qəpiyə bura transfer eləmişəm ki, iş görəsən. Deyirəm, narahat olma da. İndi bu dəqiqə Şirin gələcək, ürəyini tutub yıxılacaq yerə. Camaat da baxacaq ki, Şirin yıxılıb. Çıxıb gedəcəklər də. Kartofu soy. Bu, işləyən taktikadır. Azərbaycanda kuryerlər belə giyinirlər, hə? Gəl qaqaş. Hala deyən hala. Şirin, sən burada inirsən? Kuryer nədir hala? Ha, mən Şirinəm, hala sən məni tanımırsan. Sürüyorsun, bu kimdir? Bu Kəmaldır, Yaponiyadan gəlib, kurs yoldaşım olub. Yaponiyadan gəlib? Biriktikəsən sən? Ha, yadında saxla, Yaponiyadan gələn bir şey özünü doğrudub. O da Prius. Sən görək biraz çapılasan, ondan sonra özünü doğruldasan. Mən o boyda Yaponiyada oxumuşam, diplom almışam, sertifikatlar, qramotalar. Gəlim sənə ki, məxluqatla üzbəüz yanımalar. Dağıl ey dünya, dağıl. Mən də öyrəm, sənsən. Amma sən mən ola bilməzsən, mümkündür. Gizlik hala bu. Hala birincisi ayağımı sal aşağı, ikincisi tonumu sal aşağı. Görün sən reyhan sıxılır. Mən reyhan kompotu içmirəm ki. O kompotu düzəldəndə reyhan sıxıb düzəldirlər. Sən bu boyda xarizmanın, simpatisinin qabağında aciz qalmısan deyə yanırsan, ha? Reyhan, sən evdə hörümçək zada öldürməmsən ki? Ya uşaq vaxtı itə, pişiyə daşla atmamısan ki? Ya da indi ola bilər də, gedmirsən, yolda çörəyi görmüsən, götürməmsən. Olub eləsə bir şey? Bəs yaxşı, bu IQ səviyyəsi 100-dən aşağı olan məxluqat sən hansı pis əməlimə görə sənə qabağıma çıxıb, ha? Hala, yeri qədər özündən danış, hala. Başının ortası 2 sot sənəd olmayan torpağa oxşayır, hala. Mən bilirsən nəyə yanıram? Sən evdə doğulanda seviniblər. Sənə metrika vermək üçün hansısa baobab ağacını kəsib ki, səni metrika hazırlasın. Ya da ki, peçat vurmaq üçün çerinil. O da işləyir. Papka tikmək üçün steplerin dəmirini istifadə ediblər. O dəmiri düzəltmək üçün bilirsən nə qədər fəhlə işləyib, hala? Ümumiyyətlə, o jektəkilər küçədə yağışın altında işləməsinlər deyə dövlət onlar üçün bina tikdirib. Hala, sən indi bu qədər insanın əziyyətini niyə yerə vurursan? Ay, bioloji varlıq. Mən deyiləm, sənsən. Amma sən mən ola bilməzsən. Hala, saxla la, hamam tarakanı. Qulaq az. Sən məni desə yaxşı tanımırsan, ha? Məndən oəni yoxdur, bildin? Tak şu çaşınma gündən.
Siryozumdan da uzaq dur. Reyhan, düz deyir bu. Sevgilisiz. Yox, Şirin özü də evlidir. Mənim evli adamla nə işim var? Aha, onda sənə yaxşı yox. Şirin quş. Sağ samalot, vertalot. Gəl Reyhan, gəl. Yox. Gəl. Hadi bir çək ala. Anam bağışla. Bəstirin! Bəstirin! Siz mənə görə dalaşırsınız. Bu necə sevgi göstərməkdir? Reyhan, mən açığı sevgimi sənə başqa cür göstərmək istəyirdim. Daha indi belə oldu da, yəni neyini daha. Ara diyana başqa cür necə? Hə, necə? Deyim necə? Dinə. Bax belə. Necə romantik. Ayda. O nə bombalar. Əclaf mənə də apardı. Ara diyana Şirin neysə la. Sənət əsəridir, sənət əsəri. Raffaello, Donatello, Michelangelo yığışsalar bu əsəri yarada bilməzlər. Varikozum, əslində səndən incmişəm. Həyatı boyu kitab üzü açmayan adamla sənin nə işin ola bilər, hə? Ha, biz sənin kimləri üzdən kitab kimi oxuyuruq, hala. Qaldığımız yerdən də səhifəni qatlayırıq. Eləmək sən kağız kimi qatlayın, bildin? Şirin bəsdir. Xahiş edirəm get buradan. Sən ki o Rus qızından boşanmadın, uje gecdi. Mən bugün Kamal'la görüşmüşəm. Onunla vaxt keçirtmək istəyirəm. Sən də anlayış göstər, get. Yaxşı, seriozum. Gedirəm. Amma biz yenə görüşəcəyik. Deməli Şirin sevgilisini restoranda oğlan tutub. Satan kim qaqaşı bir dənə yumruq, qaqaş göydə tutub onu yumruq. Qaqaş da zırplı bir şey deyil, mansıdır. Gül satmıyor. Qaqaş bir dənə Şirinə vurub, Şirin lalan gedib yerə. Neynəsin? Çıxartdı tapancanı, dedi ağzını aç ağzını atacam. Ağzını aç ağzını atacam. Söhbət bu belə olur. Şirinin sevgisi polisə zəng edir. Polislər gəlib Şirini silahla tutublar. Obyekti də bağlayıblar. Plan vurub açılmaz. Şirinə nə qədər iş versə yaxşıdır. Allah 5 il. Allah buna bax, Allah. Allahıma qurban olum, Anası Mətiş ona buna vedrə bağlayırdı. İndi hansı üzdən çıxacaqlar məhliyə? Allah, yekə cahilsən, Allah. Göz görə-görə sevgili və əlindən alıblar. Bizim üzümüzə necə baxacaqsan la bundan sonra? Davay Allah, düşdün gözümüzdən. Köynə hamam tarakanı. Sən gözün görür ki. Siz də lehimə bənsiz, nə olub ala? Nə düşmüşsə Şirin üstünə? Xəyanət oxu ilə vurulan təkcə Şirindir, hə? Hərə öz həyatına cavabdehdir. Kimsə neybini yayanda, dil ağza salanda ağlımız artır, yoxsa kimsənin səhvini üzə vuranda sevinirsiz ala, hə? Nazı sağ ol, Nazı. Halaldır sənə. Sən belə bilmirdin. Çox ürəyi geniş, belə ürəyi təmiz oğlansan, halaldır. Yaxşı cahilsən sən, yaxşı cahilsən. Bunlar başa düşmür, bunu başa düşün ki, Şirinin heç bir günahı yoxdur. İndi Şirinin sevgilisi Şirini atıb gedib başqa oğlanla sevgi olub. Şirin neynəməlidir? Neynəməlidir? Qaqaş, Şirin sevgilisini başqa oğlanla görüb. Vay vay vay. Şirin, sən depressiyadasansa, gecələri yata bilmirsənsə, ayda 1000 manat maaşa sürücü axtarırlar. Gəl sən üzüm qoşun bura, gecəsimeyin taksi sür. Qəşəng pul var. Nə depressiya? Söhbətin hələ abəsəmanəsi gəlməyib. Yox, mən bu haqsızlığa dözə bilmirəm. Mənim ürəyim partlayır. Siz heç biriniz Şirin kimi xəyanətlə üzləşməmisiniz? Siz heç biriniz Şirin kimi sevgidən zərbə almamısınız?
Siz heç Şirin kimi sevgilinizi başqa oğlanla görməmisiniz? Xəyanət oxu ilə qəlbinizdən vurulmamışsınız? Siz heç Şirin kimi sevgilinizin gedib üstünə Ala yaxşı da, ala nə oldu bana bütün Bakı bildi. Deyən də. Nə oldu la Şirin? Sən də subay gezəcəksən, ha deyəsən. Ala gel gel ala. İstanbul sigaret paçkasına oxşayırsan ala. Davay ala. Ay Oktay. Ay bir yaxşı fikirləş. Görsən Mirvari ilə çapıb evdə. Ay adına salda bir. Ay Oktay, yaxşı fikirləş gör harda quşlamısan. Ay sən niyə öz-özünə fikirləşirsən? Ozda həyat dəyişdim, yox. Mirvari də o da içərdədir. Ay, deyildi subaylı. Ay, əlim qolum açıq kef edirdim. Ağlıma gələn edirdim. Bu evlilik mənim əlim qolumu bağladı. Eynən olmuşam Mahir Əmrəli. Elə bir istedadım var, imkan vermirlər ki, oynayım özümü göstərim. Nə tapıb görəcəm. Amırı, bilmirəm nə olub. Amma hər şeyi danışıb həll eləyə bilərik, bunu. Nəyi danışıb həll eləyərik, Oqtay? Mənə boyuvu dinən neçədir? Nə olubsa, biz səhvdir də indi elədik o səhvi. Boya nə ehtiyac var, Mirvari? Nə səhv? Boyuvudur, neçədir? Hər nə olub da, boyumu yerə soxacaq söhbətlərə nə ehtiyac var, Deyirəm ki, boyuvudur. Boyun neçədir? Görüm boyun pərdə asmağa çatır ya yox. Ged onda nərdivanı gətir as. Abi var, nərdivana ehtiyac yoxdur. Stolun üstündən çıxıb özüm açacam. Mən də elə bilirəm ki, boyumu soruşub anadan pərdəni götürmək istəyirsən, bunu. Bilmirəm nə mırıldayırsan dilivin altında. Götür as. Mən boyda kişini işdən pərdə asmağa görə sahibsən, Mirvari? Mən də elə bildim ki... Nə kuş duyursan, Oktay? Bax, indi Mirvari soruşacaq ki, nə elə bildin, nə deyəsən? Nə elə bildin, nə deməlisən? Elə bildim ki, sağrəsi olub. Şadlığına işləyələm, Oktay. Pərdəni az, qayıt işə. Gərək elə işdə gəlib sən xəyanət üstündə tutsun. Oktay, sən özünü yaman şübhələ aparırsan ha. O Svet adı nədir? Onu sən işdən çıxardmısan? Çoxdan. Onun işi çox zəif idi, Mirvari, ha. Gəlib yoxlayacağım ha, həmən klinikada. O çıxıb ya yox? Ha, gəl yoxla. Ya. Demək oğlu da gəldi. Ay! Nə olur? Nə yığışmısınız? Salamatçılıqdır. Nə problem var? Ala, bura bankomat dörü, bığı-bırıma kişilər gəlib yığılmışsınız bura. Nə var, nə olur? Mən bir də nənəm pensiya kartını götürüm gəldim, 2 dəqiqə. Hadi yan. Deyən də, sən də rutinayı bırax da. Rüstümü sən çəksən, görə. Mən maşınsızam. Şirin, bilirsən ki, biz elə belə kimsə qapısını döymürük. Amma siz ağ elədiniz. Ana-bala canınızı bu səfər əlimizdən qutara bilməyəcəksiniz. O kafe işləməyəcək. Bu məhəllədə bizim sözümüz keçir. Biz nə desək odur. Saxlala uzun durma. Açıqlama verin nə olur? Sən özünü tanımırsan. Özünü tanısaydın o kafenin işləməsinə icazə verməzdi. Hə, bəli. Mən özümü yaxşı tanıyıram. Tanıyanlar da bilir mən nəyəm. Amma sizi bəlkə də özümdən də yaxşı tanıyıram. Məsəl üçün bu qoca qağayı, qəmbər kişi, sən ömrü boyu boş-boş məhəllədə fırlanmısan da. Yaz, qış, bahar, yay. Gögə deməyə yerim var, ala. Keçən ildə bəsti xalan göndərdin qarı torpağa. Vay. Ala, məsəl üçün özün, səni işdən çıxarmayıblar. Sən hələ geyəcəksən. Müsü, ada keçən il arvadımla qardaşın arvadı toyda bir-birlərini ditdilər. Nəyə görə? Dava qan düşdüyə. Nə var, toya eyni paltar giyinmişdilər. Nələ kimi danışmırlar. Sən özün, Yeznön sənə 3 gün pul atmadı. Bacıba görə danışmadın. Nə bilim, danışmırsınız, gediş-gəlişiniz bəlkə də var, bilmirəm. Amma var, eşitmişəm, mən hər şey bilirəm. Hala bir dəqiqə də ya, hələ çox danışdıracaq bunu. Sən didərrəbsiz. Hala bu nəsə yüngül oldu. Sən hala!
Ben dedim dənələrim kartın götürüm gələm 2 dəqiqə qaqa. Hala sən də dayan da. Əlim yanında satla maşınları oxşuda. Bir dəqiqə dayan da. Aman sən buradan. Ha mən bura qan tökməyə gəlməmişəm. Qanın qabağını almağa gəlmişəm. Buna bir dənə dişimlə belə deyirəm 4-5 saniyəyə cırıq olar. Davayamız bir basın bayrağa. Sonra sen bu deyip. Tamam ya. Normal telefon ne buradan? Gölge. Yaman ya ne oldu ha? Hala korkmayın hala. Hala. Bunu bir səhər də gördün. Qurtlar Vadisindəki orada. O Polad girdi Cərrah Paşalıların kafesinə. Dedim ara, mən də bir oyuncaq kimi bunu alım qoyum cibimə. Belə söhbətlərdə istifadə edeyim də. Doğrudan ey qaqa. Sən Poladsan mən də Abdülleyəm qaqa. Onu oxşayıram Abdülleyə. Ala Abdülley yox, Abdülhey. Ha Abdülhey, Abdülhey. Başa dələ düzdür sənə, birinci sənə düz tap. Mama. Ay can. Mama təmizdir, xalçırıqdır. Siryozumu restoranda oğanla gördüm. Gözəldən çıxırdan da. Daha nəsə kömək lazım olsa buralardayım ha qadın. Ara gəl gedələr kömək. Amma mən futbol oynamıram ki. Kimsə mənə patkat girər, yıxılaram, sonra gələr əlini belə tutar qaldırar ki, Şirinə kömək elədim. Qıraqdan baxan da ki, Şirin yıxılmışdı. Kimsə ona kömək elədi, ayağa qaldırdı. Yerə gedələr lazımdır sən köməyi. Valla belə futbol zadı oynayanda mən də çağırdım, mən də oynaya bilirəm. Doğrudan, harda oynayırsan? Məhəllədə uşaqlarla özdə hücumçuyam, bombardiyo, rəng istəyəm. Badiyyə, mən buradan biləcəm sən yaxşı futbolçusan yoxsa yox. Ronaldo yaxşı oynayır yoxsa Messi? Ronaldo'cuyam mən. Messi o da öyle nəsə. Gedib Asant Ligada oynayır. Ronaldo mənim Ərəbistanda partladı, rəng istəyəm. Ayda, siz hardan hara gedib çıxdınız ey? Reyhandan danışırdın axı. Bu da başımı qatır da. Bir an buranı tərk elə, ailəvi söhbətimiz var. Nə dedim hə? Öz xodumla tərk edeyim, yoxsa elə belə? Gizlik ala bu. Ana mən nəmim öz xodumla? Ya prinsəbə qoşdu kimdən? Buxsur eləkdir. Ara çıx get dələ də. Deyişlə, nə deyirəm bilim də, mən işim. Gizlik ala bu. Də, o. Nə olub, sözün var, nə? De görüm Reyhanı necə gördün, harda gördün, kimdən gördün? Deyəndə onu deyirəm də. Gəldim, gördüm, restoranda bir dənə oğlanlandı. Dedim, bu kimdir deyim, mənim dostum. Mən də bu temaları tuturam, bax, dost nədir? Bilirəm, bax, nə var, nə yox. Sən bir dənə Rus qızı tap. Nə bilmirəm, onunla boşanmaq lazımdır. Yəni, Reyhan əldən çıxırayım, amma... Onun canı yansın, zəng eləmək mümkün olur ki, içir, başlayır, mahnı oxuyur. Mahnı oxuyor da məndən pul istəyir. Ya, nə dedin? İçir? Hə də. Onda bu içirsə, onu gəçistir, bura içizdirək də. İçizdirək, qol çəkdirək də buna da. Sveta, qadın hanım bu gün işə gəlmə. Qəribə adamsan sən də. Cəmaatın işçiləri sevinir, müdür onlara deyəndə ki, işə gəlmə. Gəlmə deyirəm, gəlmə də. Bu gün işə komissiya gələcək xəstəxanaya. Sənin sertifikatın yoxdur həkim kimi. Hadi sonra bizi cərimə eləyəcəklər, ay Sveta. Mən nə bilim nə qayırasan. Ya da deyən, sənə 3 manat kartına pul yollayıram. Get mola, pulun başına daş sal. Nə istəyirsən elə, amma bircə bura gəlmə. Xəstəxanada səni görməsinlər. Yaxşı. Yox da. Hərdən özümə sual verirəm ki, belə şeylərə görə bu boyda pul xərcləməyə dəyər. Dəyər. Gəl bəri. Nə dəyər, kimə dəyər, harda dəyər, nətər dəyər, dedin dəyər. Salam verəysin. Salam verəysin. Xanım kimdir? Pastel. Nədir? Yox, qarışdırdım. Paça. Paça? Paça yox, bir dəqiqə, bu paça... Paşim ne? Paçebinik yox, yəni ona uyğun söz deyil. Bu həkimlərin yanında o xəstələrlə müraciət olur, Pasiyentiyəm. Ay, sağ ol. Xanımın nə problemi var ki, bu bizim xəstəxanaya gəlib? Mən üzr istəyirəm, Oktay müəllim, diqqətimi cəlb elədi. Bu gün işə deyəsən atla gəlmişsiniz. Ay, qoyun. Bildi mi? Sən də görüm xanımın dərdi nədir? Bildim. Oktay müəllim, xanımın dərdi ürək genişlənməsindən əziyyət çəkmək. Vay. Böyük problemdir o bir dəqiqə. Bu, deyib başa sala bilmirəm ki, hər ürəyi geniş olmaqda o düzgün şey deyil. Məsələn, mən özüm ürəyi geniş adamam. Keçən ay mən bazanağıma 1000 manat pul vermişəm, indiyə ki, o baya pulu vermir. Vermir də, mənə vermir. Yəni ki, ürəyi genişlik olmaq bir şey deyil. Sizə də məsləhət gözləm. İndi biz bu xanıma müalicə olaraq kömək eləyə bilirdik. Çünki biz elə-belə xəstəxana deyil ya. Ürək dərmanı verməlidir təbii ki. Verək, təbii ki. Buyurun, bir dənəsin bunu qəbul eləyin.
Bura gələn xanım ümumiyyətlə şəfa tapır. Şəfasını tapan şəfa tapır aparır özü ilə. Bəli, bura gələn əslində yəni mütləq şəfasını tapmalıdır. Bəli, bizim klinikamız elə klinikadır. Tapmayan bir S-klassdan zatdan aparır. Mənim də ürəyim belə gəlir. Nə idi o xanımın işi? Getdi. Bu elə bir ki, özüm ixtira eləmişəm. Adı Ay Ürəyim Zoldur. Ay Ürəyim. Bu gecə 3-ün yarısı yuxuda gördüyüm. Qılman doktor. Xanım, yaxşısınız? Gətir. Ne oldu xanıma, ne oldu? Getir. Bir ay xanım. Gel. Otur. Gel. Yavaş. Ay, bu nə vəziyyətidir, biz düşdük. Yox. Bəli. Bu bizim xəstəxanamızın reputasiyası var. Mən sünni nəfəs verməliyim. Xəstəxanamızın nəyi var? Reputasiyası. İndi mükemmel bir tane sünni nəfəs vereyim. Xanım. Bir dəqiqə. Oktay! Ay! Oktay! Qılman. Nadir. Nadir öyle. Hə? Nadir şimdi. Sen dedin Qılman. Qılman da axır hərfi N-dır. N-la başlayan at dedim ki Nadir. Dedim belki İqra oynuyor o. Qırmancı ver. Buyurun Qılmancı buyurun. Ben bilirdim o çalan. Demişdir. Yani? Oktay, səndən boşanıram. Gəlib sabah paltarımı yığarsan, çıxıb gedərsən. Ay benim ay qurbanım gözəllədi değilsin sabah değil. Ben üzr istəyirəm sabah nöhün. Çünki bu günlərin onun paltalarının yulan vaxtıdır. Hanım dediniz ki bir gün paltar yuvasınız düzdür. Ben bu yaxınlarda paraşoku icat eləmişəm. Adı da Sarıyel. Bu götürün də nə verərsiniz. Neçədir? Ərsiz adamsan, mən səndən pul alacağım. Xırda verərsən də 5'dən 3'dən. Qılma sen ne dersin? Ara Ersan'ı biz boşanıp eləməmişik. Bir də ayağın evə dəyməsin. Eşitdin? Niye? Amir bu. Oktay mənim, sənin arvadın getdi. Mənim də paraşokum. Pul söhbət edirsən məndən. Sən mən qaydanda burada görsəm, məndən incimə. Ömür boyu sən zibiləmə düşmə. Bax gör kızı neysə. Bax gör kızı neysə. O qırmancı da saxla. Gizlət onu. Amir bari. Oktay mənim. Bəlkə də onun adını bəyənmədi o. Sarıyel. Dedim o Tariyel qoyum. Arvad dedi o Sarıyel. Tariyel. Bacı. Ay bacı. O da cavan yaşta getdi. Hara Xosi? Hara geysən hala? Bana taksiyə. Hala taksi hara, nerede la? Bu taksini üstə almışam atılmır. Mən də yeni eləm də qıqa. Mən də nə dururam? O şahmat bu şahmat deyil. Bir de yeniliği soundray dedik be. Ayda 1000 manat maaş, 3 manat bonus. Təzə maşın, əlavə xərclərdə özləri eləyirlər. Mənə bax, apar onu qaytar yəsinə. Qaqa, yəsin ki, bunun yəsi məşğalatda qıqa. Doğrudan mama deyil? Ha, mama. Onda ben de mama zərt tutsun sonra qonşan aram deyil bir-birinə. Bəmənə. Zərt tutmasın. Baş sponsor Soundride. Money Holland T69. 69. Figurası yaxşıdır yani. Qəşəng. Hala, faxsan bu da neysə hala? Şirin qaqaş. Deməli, əmim kətdən zəng eləyib ki, New Holland traktoru almaq istəyirəm. Get bax gör necə traktordur. Amma mənə deməli sənə deyim də, bizdə bundan saf olur. Yaxşı, qutar ala Şirin. Nağıl danışma. Hala, nağılda göydən işdə alıma düşür ha. O alınmalarla böyüyən oğlanım mən. Mənə inanmırsan? Mənə bax, bu traktor haqqında nəsə bilirsənsə danış. Bilmirsənsə mənim vaxtım alma. Danışım da. Danış. Telefonumu götür. Götürdüm. Mənə çək. Çəkim də. Bütün məlumatları verim. Göndərəm də. Çəkirəm. Deməli, bu New Holland traktorlarını kreditlə almaq olur. Kabinkası o qədər rahatdır ki, heç bir sürücü orada yorulmur. Və ən əsası New Holland səpin zamanı toxumu torpağa bərabər və dəqiq paylanmasını təmin edən stabil dartım gücünə malikdir. Göndərəm bə, daha işdə yaz 4556. 4556 nədir la? T6090 deyə bu. Hala, bu başqa şeydir. Mən kartımın nömrəsini deyirəm. Akta, yaxşı alansan. Nə olur bala? Xüsusi sponsor New Holland traktorları. İbiş,
Bu boyda pul hardan səndə? Hardan olub, hə? Məşxala, birincisi, məndə bu qədər pulun olmağına sən belə reaksiyan məni narahat elədi. İkincisi, mənim adım illərdir Forbes jurnalında olubdu. Belə jurnalın özü də mənim olub. Orası heç, prosto... Deyirəm, pəncərələr açıq deyil. Bu külək hardandır belə? Mənim təpəmi təsmin atdırma. De görüm hardandır bu pullar. Bu günləri xeyli yemək satmışam da, Məşxala. Uyda, mən deyirdim də, küftələrim bir gün patladacaq. Sən küftən partladıb eləməyib deyil. Mən bu günləri yeməkləri heç bir kimyavi qatqısı olmayan, soyuq sıxımla sıxılan patron yağından bişirmişəm. Bir dəfə yeyəm, bir də istəyirdim. Normal getdi də. Tez o pullar ver mənə. Ver də. Al. Get 10 dənə patron yağı al mənə. Get 10 dənə patron yağ al nədir Məşxala? Bu nə danışıqdır? Yaxşı, qaç 10 dənə patron yağı al gətir, tez ol. Belə denən geydim də, amma nə deyirəm ki, mən yox. Xüsusi sponsor Patron tumları. Annene. Gələndə alaram. Kabab. Bir də plaso ver. Okey. Okey nənə. Nənəm deyir qaqa. Kabab istəyib, bir də o plaso ver. Deyirəm mən onun ağzının adını bilir ha. Arvad təzə diş qoydurub. Ölür də kababı yemək istəyir, dişinə səçək. Amma kababı demirəm, plasoveri deyirəm. Onun üçün də ölür qaqa. Hər gün plaso verir. Özünə plaso verə bilsən nə deyir? Plus. Deyir, mənim həyatda yiyəcəndə plusum varsa, o da budur. Oradan qaqa. Nənəm deyir, ya. Deyəm bir dənə. Ölür də arvad. Deyəm bir dənə. Eşitirsən? Gələ. Bu sənin. Bunu da apar nənəvəmdir. Var qaqa, canavar. Plaso ver şey həll olundu. Bəs kabab? Kabab. Sən gelin pişirtdirim ardısa, aparın benim mənəvə. Gizləmə gələ gedər ha. Kabab. Xüsusi sponsor Plus Over. Hala mənə bilmirsən, əlim açıqdır axı. Paçka açdım. Hərəsindən biraz verdim ki, kef edeyim. Öyrənməmişəm ki. Qaqa, sən belə əl açırmışsan. Mən neçə ildən kutudan dəyişə bilmirəm. Zamanda bu qara BMW falan kəs deyirlər. Mən də ömür boyu göy kutudan xosu deyirlər. Qış girəndən ayaqqabının bir yanı, ayaqqabının üstündəki kremkanı dəyişə bilmirəm. Bəs niyə bizə o pullardan yoxdur? Pul nə pul ala? Bilir misən Paskal? Açdım payladın qaqa. Bu gizli ki, patrondan danışıram ala. Patron Paskal alsan kimi hamı istəyir axı. Basınçım, eyb yox. Pulumuz yoxdur, zasın patronumuz var. Mesutun, canavar deyək qaqa. Patron elə pulludur da. Xüsusi sponsor Patron tumları. Напилась я пьяну, не найду дороги, довела меня дорожка до вишневого сада. Давай пьем, да. Faxı, gözlərinin içinə baxma. Stəkanında 50 qram araq var, 10 qramını iç, 40 qramını saxla. Sən nənəm. Xala, buna heç bir taktika geç. Bu xaç suyun əvəzinə arağa salıblar. Матышмама, cıqallıq olmaz. Mən hamısını işittim. Я слышала, да, все я услышала. Hə, baxı. Послушай, да. Слушай. Mən buna dedim. Sən uşaq, gecə yatmır da, saat 3-də 4-də, yatmır, səs salır. Mən də yata bilmirəm, не могу da spать. Məşqal, bu axırıncı deyil qurtardın. Başa düşmədim, necə yəni axırıncıdır? Səməd dainisi araq vermir? Ay, yox, yox, marketdə də araq qurtardın, axırıncı deyil. Seyş. Xosu, faxını zamin elə. Ömür boyu içə bilmədi də. Bunu maksimum bir time içir desən. Ciyərləri çatdırmır. Yaman gündə nəyə bunu zibini çıxım? Darxma, göy qaqan ağrıdır. Здравствуй. Хорошо, как дела? Привет, как дела? Хорошо, собака. Видишь, да, о, ты слабак. Слабак değil, слабак. Ты давай, ты içti давай. Hemen içti. Canavar, canavar. Canavar? Волк. Волк. Заяц. А что, я заяц? Да. Нет, я заяц пью. Buyur, Marisa xala. Adın neydi? Хороший. Давай, отлично. Да, собака. Ты понял, да? Послушай, я скажу. Geceler bulabaşı, onun üzüne. Слушай, давай выпьем, давай. Давай, выпьем.
Ты представляешь, слушай, он мне говорит, нет, я говорю, то есть я говорю, машины мойка cizdi. А он мне говорит, не мойка машины cizdi, sen cizdi. Представляешь, дурак какой-то. Эх, слабак тоже мне. Ey seni. Hı? Matış mama yenə qaldı. Başa düşmədim. Araq qutarı? Yox, ne? Kişi qalmadı içməyə. İbiş! İbiş! Seni. Gəl bura. Maşqalanım. Tez gəl də. İçə bilirsən? Maşqalayım məzənəlisin məndə. Mənim adımda it sözü var. Mənim əsl adım İbrahimoviçdir. Onda iç. Otur burada. Здравствуйте. Привет. Az iç. Maşqala, xahiş edirəm müdaxilə eləmə də mənim işimə. Çox görüm qadın. Давай выпьем. Qadın alarım. Mən birinci əri Rus'tu. A ikinci Fransızdı. Ama buradan bir nefes söndürsün de ne kadar dansı abi. Bu. Matış mama, bak gör kişi kalmadı. İçki kalıp sen ara kaldı. Az seni biri zəlil olarsan. Az niyə ölmürsən? Hardan rast gəldin mənim oğluma, hə? Ay qız, 3 dəfə ərə getmirsən, 3 dənə aliment alırsan, bütün pulu verirsən, arağı işlədirsən. Bu qarnın belə kök vur sənin, patlamır. Heç eyb yoxdur. Bu dəqiqə özüm səndən içəcəm. Bu stolda mətşə, dalçı, bolşu gedən olmayıb. Davay. Davay. Naливай. Наливай. Давай, наливай. Поговорим. Поговорим. Давай. Heç nə. Ay Şirin. Bacarmadım. Başım fırlanır Şirin. Мой муж пришел. Эргим geldi сладким. Ay kız. Araba ne kadar vurur bana. Otur. Otur yaxşı iş. Sen kol çektirəməmsən bana. Yox oğlum yox. Bacarmadım. Sen de otur iç. Otur iç. Biraz qalıb. Doğrudan. Otur piyan olacaq. Piyan olacaq. Siz Natasha. Siz Moskvadakı günlərimizi yadımıza salaq, hə? Помнишь, da yanındaki ben içtim, sen kaçırdın, ben de sen dövdüm seni. Ay kız, yaxşı dövdün. 2 dəfə dövdün sən də. İşdən bilə bilər məni hər gün dövdün səni. Ay kız, Tixa. Yaxşı qaldır bırak, qaldır. No? Aslında mən yemişəm. Çok içmedin. Sevgili. Hazır. Sevgili. Sevgilim. Canım. Matı hal. Matı. Gel. Matı mama. Yoksa ne? Ayşe, Dragolcuk. Allah. Ayşe, Dragolcuk. Kaşık. Ne burada? Mama, gördün de sen oğlun neye kadındı? Ben stüdyosuma göre dibine kim içerim ama başımı stoluna koymarım. Açığı səndən incimşəm.
Niyə? Özümə, Şirin kimi adamların sənin yanında ne işi var? Nə mənada? Ya o dövrdə o. Mən sən heç yaraşdırmıram. Sən intellektual, savadlı, gözəl qızsan da. Bax o kimi adamların sənin yanında ne işi var? Sən düz deyirsən, təhsil önəmlidir, amma ki mən sənə bir söz deyim. O çox yaxşı oğlandır. Sən Şirin tanımırsan. Məncə sənə adı Şirin yox, özü Şirin olan bir adam lazımdır. Mən kimi. Tərkibində şəkər olan yeganə şey mənəm ki, sənə heç bir ziyanlığı yoxdur. İstəyimi də bilsən də. Kemal, biz səndən bu his məsələsini bağlamışıq axı. Bağlamışıq, opsidən bağlamışıq. Amma liniyada qalıb da, hisslər qalıb liniyada da. Allah, bu nə zarafat idi elədim. Allah, bu nə zarafat idi elədim. Ay Kemal, sən dahisən. Sən zarafatın da fikrinə yetdin, çıxdın da. Gör mən nələr bilirəm. Mən sound texnik işində bilirəm. Başa düşürsən? Onu da bilirəm. Lüboş əlimdən gəldi. Lüboş sənəti ver, söküm dağıdım sənin üçün. Ağıl məsələsində də ki, bir dənə La Casa de Papeldəki professor mənə dirəşə bilər. Başqa heç kim mənə dirəşə bilməz. Başa düşürsən? Heç kim mümkünatı yoxdur. Bax, mən sənə deyirəm. Vaxt gələcək, mənim sevgimi hamı biləcək. Hamı. Yaxşı. Hara get? Vaxt gələcək, hamı mənim sevgimi biləcək. Hamı. Bir dəqiqə dayan gör, nə olub, nə çıxırsan? Hamı sən sevgini niyə bilməlidir ki? Hamıdan da biri mən. Çıxmışam izman edirəm. Bax, sənin sevgin mənim nəyimə lazım? Qoy hamı bilsin, sevgimi bəyan eləyirəm sevgimi. Sevgimi bəyan eləyirəm. Kemal, sakitləş. Bəsdir. Qoy hamı bilsin də. Niyə? Hamı bilməlidir də. Ay, mən istəyirəm ki, hamı bilsin. Baxın, sizə hamı... Kim sala? Kemal, elə bilirdin səni tapa bilməyəcəyik. Allah, sən kimsən də kimdə səni tapa bilməyəcəyik. Təyyarədən düşəndən səni izləyirik. Bir dəqiqə dayanın, siz onu niyə tutmusunuz? Günahı nədir onun? Günahı sevməkdir. Sevmək? Allah, bir dəqiqə dayanın da, aç. Gel də. Reyhan. Da Vinci'nin anası Dülgər, atası motorist olub. Yox, səhv tutub. Da Vinci'nin anası motorist olub, atası Dülgər olub. Deyirəm də, anası nəsə Dülgər düz gəlmədi. Einstein'in atası taksi şoförü olub, anası zəli qoyulmuş qonşulara. Jack London'un anası da, atası da bankda işləyiblər və xoşbəxt olublar. Biz niyə xoşbəxt olmayaq? Mənimlə evlənərsən? Dur ayağa, dur. Sən otur. Durma. Onsuz da mən sənin haqqalıyla 30 duracaqdım. Bir dəqiqə deyələ, sən mənim seriozuma evlilik təklif edirsən? Mən sənin səviyyəyə düşmək üçün gərək oxuduğum kitabları unudum, sənin səviyyəyə düşüm. Amma düşməyəcəm. Mən olsa səni elə bir günə qoyacaqdım ki, sənin o ayağının altında kitab zad qoyacaqdılar ki, yıxılmayasan. O karabatın altına qoyurlar, bax onlardan. Şirin, yenə nə istəyirsən? Bizim evlənməməyimizə səbəb nə idi, Oruz qız, düzdür? Bax, boşandım. Bu da sənəd, boşanma sənədi. Dedim, elədim.